Hidrotexniki qurğular, bəndlər, su anbarları, kanallar, nasos stansiyaları, kollektor drenaj sistemləri və digər mühüm infrastruktur obyektləridir. Onlar təkcə kənd təsərrüfatında suvarmada deyil, həm də daşqınlardan mühafizə, enerji istehsalı və ekosistemlərin sabitliyində mühüm rol oynayır. Meliorasiya və irriqasiya sistemlərinin kadastru qurğular haqqında sistemləşdirilmiş və dövrü yenilənən məlumatlar toplusudur. Hidrotexniki qurğular haqqında məlumatların vahid elektron kadastr bazasında toplanması bu qurğuların texniki vəziyyətinə, effektiv nəzarətin təmin olunmasına, təmir və bərpa işlərinin prioritetləşdirilməsinə, təbii fəlakətlər zamanı risklərin daha dəqiq qiymətləndirilməsinə, qurğuların effektiv istismar edilməsinə şərait yaradır. Balansında meliorasiya və irriqasiya sistemləri olan qurumlar mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq hər il 1-ci rübün sonuna dək müvafiq kadastr sənədlərini aidiyyatı üzrə təqdim etməlidirlər. Kadastr sənədləri təqdim edilərkən balansa yeni qəbul edilmiş və ya balansdan çıxarılmış hidrotexniki qurğular üzrə müvafiq balansa qəbul və balansdan çıxarılma aktları da təqdim olunmalıdır. Meliorasiya və irriqasiya sistemlərinin işləv vəziyyətdə saxlanmasına, texniki cəhətdən təkmilləşdirilməsinə və qorunmasına onların istismarı ilə məşğul olan təşkilatlar məsuliyyət daşıyırlar. Kadastr hesabatını gec və ya yanlış təqdim edənlər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyət daşıyırlar. Bu səbəbdən kadastr hesabatı məsuliyyətlə və dəqiq təqdim edilməlidir.